Salam dəyərli müəllimlər, hər vaxtınız xeyirli olsun, hər birinizi xoş gördük. Mən Mürsalova Cünaylə, HES Akademinin kurikulum müəllimi. Bugün yenidən sizə 10 sualdan ibarət maraqlı bir sınağı izah edəcəm. Gəlin, vaxt itirmədən keçək sınağın izahına. Birinci sualımız iş üsulları ilə bağlıdır və bizə deyir ki, hansı variantda uyğunluq pozulub. Şagirdlər bir-birlərinin zəif və güclü tərəflərini öyrənə bilirlər. Şagirdlərdə tənqidi müzakirə bacarığı və yoldaş qiymətləndirməsi etikası formalaşır. Aksiyon yazıb, qabağında da yanlış yazıb. Yəni, bu aksiyona aid deyil deyirsə, biz bunu uyğunluq pozulub kimi götürmürük. Yoldaş qiymətləndirməsi hansı iş üsullarında var? Karuseldə var, qeyd edirəm, və akvarium iş üsulunda yoldaş qiymətləndirməsi var. Müəllim üçün həm formativ, həm də diaqnostik qiymətləndirmə vasitəsi hesab olunur. BİBÖ doğru cavabımızdır. Çünki BİBÖ həm formativ qiymətləndirmə, həm də demək olar ki, diaqnostik qiymətləndirmə vasitəsi kimi müəllimlər tərəfindən istifadə olunur. Bu strategiya həm introvert, həm ekstravert şəxsiyyətə malik şagirdlər üçün səmərəlidir. Klasterə aid deyil, amma qabağında doğru yazılıb. Həm introvert, həm ekstravert, həm şəxslər arası, həm fərd daxili intellektə aid olan uşaqlar üçün əlverişli olan düşün, cütləş, bölüş, paylaş iş üsuludur. Variant C variantı. O biri variantlara da gəlin baxaq. Bu üsul həm şagird, həm də müəllim üçün çox faydalıdır. Çünki müəllim müxtəlif məqsədli, müxtəlif istiqamətli suallar hazırlayır. Bəli, Bloom kubudur. Taksonomiyanın 6 mərhələsinə uyğun suallar hazırlaya bilirsən. Yəni, həm aşağı təfəkkür səviyyəsi, həm də yuxarı təfəkkür səviyyəsinə aid suallar hazırlaya bilirsən. Şagirddə şəxsi konseptual anlayışı qurmağa, ideyaları əsaslandırmağa, müzakirəni stimullaşdırmağa kömək edir. Müzakirə xəritəsinə aiddir. Y variantı da doğrudur. Bizim bircə uyğunluğun pozulduğu C variantı idi. Hansı ki bu düşün, cütləş, bölüş, paylaş iş üsuluna aiddir. Bölüş, paylaş iş üsuluna aiddir. Növbəti sualla davam edirəm. Müəllim dərsdə şagirdlərə qəhrəmanlıq və vətənpərvərlik mövzusunda sərbəst layihə hazırlamağı tapşırır. Layihənin formatı sərbəstdir. Şagirdlər işlərini şeir, rəsmli ifadə, videoçar, slayd yaxud essedən istifadə etməklə təqdim edə bilərlər. Əli adlı bir şagird layihəsini animasiya şəklində təqdim etmək istəyir, amma müəllim bunun dərsə uyğun olmadığını deyərək əlinin işini qəbul etmir. Müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir? Deməli, müəllimin bu addımı hansı pedaqoji yanaşmaya ziddir deyirsə, biz variantlara baxmamış, birinci müəllimin nəyi doğru etmədiyini tapmalıyıq situasiyada. Əslində, müəllim burada diferensiallığı ilk başlarda qoruyur. Şagirdlərin nə cür istəyirlərsə, elə də təqdimat etmələrinə şərait yaradır. Məhz Əli adlı şagird animasiya hazırlayacaq deyir və müəllim bunu qəbul etmir. Yəni, diferensiallığı qəbul etmiş kimi görünsə də əvvəldə, sonda isə diferensiallığı pozmuş olur Əliyə qarşı. A variantına baxaq. Şagirdin potensialından istifadə etməklə onda öyrənməyə açıq düşüncə tərzi, özgüvən formalaşdırmaq və motivasiya yaratmaqla onu təlim prosesinə cəlb etmək mümkündür. Əziz müəllimlər, şagirdin potensialından istifadə etməklə burada açıq düşüncə tərzindən, özgüvəndən söhbət getmədi. Burada müəllim şagirdin maraq və tələbatını nəzərə almadı, intellektini nəzərə almadı, inklüzivliyi pozdu, diferensial mühiti pozdu. Ona görə A variantının üstünə xətt çəkirəm. Şagirdin emosional intellektini inkişaf etdirmək lazımdır deyir. Heç axırına baxmırıq sualın. Çünki burada hisslərdən də söhbət getmədi. Şagird sinifdə arzu olunan davranış nümayiş etdirməyə yönətmək, nizam-intizam problemlərini aradan qaldırmaqla onun dərsə marağını artırmaq olar. C variantı da doğru variant deyil. Çünki biz burada davranış problemindən danışmadıq. D variantına baxaq. Təlim prosesində şagirdlərin potensialına uyğun verilən fəaliyyətlər ilə öyrətmə və öyrənmə prosesinin təşkil edilməsi şagirdin dərsə istəyinin artmasına səbəb ola bilər. Bəli, potensialına uyğun fəaliyyət verməli idi müəllim şagirdin. Müəllim şagirdin maraq və tələbatını nəzərə almadı.
Yenə də qeyd edirəm, həm inklüzivlik pozuldu, həm diferensiallıq pozuldu, həm də burada şagird yönümlülük pozuldu. Ona görə doğru variantımız olacaq D variantı. Keçək növbəti suala. Üçüncü sualımızda deyir ki, Mədinə müəllim yeni mövzunu izah edərkən sinifdəki müxtəlif öyrənmə tiplərini nəzərə alır, xüsusilə vizual öyrənənlər üçün mövzunu təqdim etmək məqsədi ilə hazırladığı prezentasiyadan istifadə edir. Həmçinin kinestetik və eşidən tip şagirdlər üçün əlavə tapşırıqlar və müzakirələr planlaşdırır. Müəllim dərs gedişində fərqli yanaşmalar tətbiq etməklə hər bir şagirdin öyrənmə ehtiyacını ödəməyə çalışır. Müəllim diferensiallığın hansı komponentini nəzərə alır? Biz bilirik ki, diferensiallığın 3 komponenti var. 4 komponenti var. Məzmun komponentidir, nəticə komponentidir, proses komponentidir və qiymətləndirmə komponentidir. Məzmun komponentində biz danışırıq şagirdlərin idrak fəallığından, yəni onları idraki baxımdan inkişaf etdirmək üçün Bloom taksonomiyasının 6 mərhələsinə uyğun tapşırıqlar hazırlamalıyam. Məzmunu elə çatdırmalıyam ki, hər kəs başa düşsün. Qiymətləndirmə komponentində biz formativ, diaqnostik qiymətləndirmədə, summativ qiymətləndirmədə atacağımız addımlar, diferensiallığı bu prosesdə necə qoruya bilərik, ondan bəhs edirik. Nəticə komponenti odur ki, şagird öz işini müəllimə təqdim edərkən bütün, belə deyək də, əgər təlim məqsədinə müəllim onun çatdığını düşünürsə, işini hansı yolla təqdim etsin, müəllim bunu qəbul etməlidir. Məsələn, şeirdirsə, onu nəsr formasına çevirib danışa bilər və yaxud da yuxarıda qeyd edildiyi kimi şəklini çəkib gətirə bilər, video çarx hazırlayıb gətirə bilər. Əsas budur ki, şagird o təlim məqsədinə çatmış olsun. Amma hal-hazırda Mədinə müəllimin etdiyi proses komponentindədir. Cavab Y variantı. Çünki müəllim proses komponentində şagirdlərə müxtəlif iş üsulları, müxtəlif iş formalarından istifadə edir, uşaqların öyrənmə tərzini nəzərə alır, lazım olan şagirdə fərdi yanaşır, ehtiyacı olmayan şagirdə, belə deyim, onu da müstəqil işə yönəldə bilir. Yəni, diferensiallığın proses komponentində müəllim bunları nizamlaya bilir. Davam edirəm. Qiymətləndirmə haqqında cədvələ əsasən uyğunluğu müəyyən edin. Qiymətləndirmə haqqında cədvələ əsasən bizdən uyğunluğu istəyirsə, biz yenə baxmalıyıq, hər iki tərəf bir-birini tamamlamalıdır. Diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində şagirdlərin bilik bacarıqlarının, o cümlədən ilkin qiymətləndirilməsi məqsədi ilə aparılır. Bir doğrudur, biri götürürəm. Əgər qiymətləndirmə zamanı yalnız keçilən mövzularla bağlı tapşırıqlardan istifadə olunursa, demək qiymətləndirmənin uyğunluq prosesinə əməl olunub. Əslində uyğunluq prosesidir, yəni doğrudur. Amma qabağında yanlış yazılıbsa götürmürəm. Yadda saxlayın, qiymətləndirmənin bir neçə prinsipi var. Uyğunluqdur, etibarlıqdır, obyektivlikdir, şəffaflıqdır və s. Uyğunluq keçdiyim mövzu ilə verdiyim tapşırıq eyni olmalıdır. Etibarlıq şagirdin nəticələrində kəskin fərq olmamalıdır. Şəffaflıq əvvəlcədən meyarları, təlim nəticələrini şagirdlərə elan etməliyəm. Obyektivlik də şagirdləri öz şəxsi fikrimə görə qiymətləndirməməliyəm. Müəllim formativ qiymətləndirmə vasitəsilə tədris prosesini tənzimləyir, şagirdlər tərəfindən məzmunun mənimsənilməsinə kömək edir. Əslində 3 də doğrudur, amma qabağında gördüyünüz kimi yanlış yazılıb. Ona görə bunu da götürmürük. Milli qiymətləndirmə fənlər üzrə keyfiyyət dəyişikliyini dəyərləndirmək məqsədi ilə 3-5 ildən bir aparılır. Bu da doğrudur. Deməli, bizim cavabımız olacaq 1-4. D variantı. Davam edirik. Birbaşa təlimlə bağlı hansı fikirlər doğrudur? Gəlin baxaq. Birbaşa təlim Rosenstein'a aiddir. Ümumiyyətlə, bu təlimin əsas məqsədi odur ki,
onların fikirləri təlim prosesində öyrənməyən şagirdin qalmamasıdır. Təlimi elə qurmaq lazımdır ki, potensialı zəif şagirddən potensialı yuxarı şagirdə qədər hər kəs dərsi mənimsəmiş olsun. Yəni 6 mərhələ var və bu 6 mərhələni qurmaqla şagird dərsi mənimsəməlidir. Bu təlim elə təşkil olunmalıdır ki, şagirdlərin öyrədilən məlumatları yanlış anlaması ehtimalı az olsun. Bir doğrudur. Müəllim bu təlim modelinə əsasən anlamanı yoxladıqda şagirdlərin öyrəndikləri uzun müddətli yaddaşa keçir. 2 doğrudur. Bu təlim modelində şagirdlər yeni bilikləri qazandıqdan sonra birlikdə müstəqil fəaliyyət göstərərək öyrəndiklərini tətbiq etmək üçün məhsul hazırlamalıdır. Əslində bu layihə əsaslı öyrənməyə aiddir. Ona görə 3-ün üstündən xətt çəkirəm. Bu təlim modelinə əsasən şagirdlərin öyrənməsi onların araşdırma bacarıqlarından asılıdır. Bu da sorğu və araşdırma əsaslı təlimə aiddir. 4-ün üzərindən xətt çəkirəm. Bu təlim modelinin əsasında birinci dərsin düzgün planlaması dayanır ki, bu da doğrudur. 1, 2, 5. 5-də oldu D variantı. Davam edirəm. Müəllim yeni dərs mövzusunu təqdim etmək üçün interaktiv onlayn platformadan istifadə edir. Dərs zamanı bəzi şagirdlər rəqəmsal alətlərin necə işlədiyini tam başa düşmür, digərləri isə sürətlə fəaliyyətləri yerinə yetirir. Müəllim bu fərqliliyi nəzərə alaraq dərsə dəyişiklik etməyə qərar verir. Bu problemi həll etmək üçün hansı yanaşmanı tətbiq etməlidir? Deməli, onlayn platformadan istifadə olunacaq, amma bəzi şagirdlərin rəqəmsal texnologiyalardan başı çıxmır. İndi müəllim həm burada inklüzivliyi qorumalıdır, diferensiallığı təmin etməlidir. Gəlin baxaq görək müəllim nə etməlidir? Şagirdlərin texnologiyadan istifadəçi fərqlərinə görə ən güclü olanlarla rəqəmsal fəaliyyəti davam etdirməlidir. Digərləri isə ənənəvi təlimə yönəltməlidir. A variantı səhvdir. Bütün şagirdlər üçün vahid təlim planı tərtib etməlidir. Hamının da bu planla irəliləməsini təmin etməlidir. B də səhvdir, çünki əgər şagirdin orada problemi varsa, o problem həll olunmalıdır. Şagirdlərin öyrənmə üslublarını nəzərə alaraq vizual, audial və kinestetik fəaliyyətləri birləşdirən diferensiallaşdırılmış təlim planı hazırlamalıdır. Bəli, C doğrudur, uyğundur. Yəni burada diferensiallıq təmin olunmalıdır. Hansısa şagirdin rəqəmsal bacarığı yoxdursa, müəyyən müddət müəllim məhz başqa vizual, audial olaraq nədənsə istifadə edə bilər. Amma zamanla rəqəmsal texnologiyanı da təbii ki, şagirdə öyrətmək şərti ilə. Texnologiya ilə maraqlanan şagirdlərə daha çox fəaliyyət vermək lazımdır. Digərlərinin isə arxa plana keçirtmək lazımdır. Bu da səhv fikirdir. Rəqəmsal vasitələrin istifadəsini dayandırıb mühazirəyə keçmək lazımdır. Bu da yanlış fikirdir. Davam edirəm. Müəllim fotosintez və ətraf mühit amilləri mövzusunda dərsi keçdikdən sonra şagirdlərin tənqidi və yaradıcı təfəkkürünü inkişaf etdirmək məqsədi ilə düşündürücü tapşırıq verir. Təsəvvür edin ki, atmosferdəki karbon qazının miqdarı birdən-birə əhəmiyyətli dərəcədə azalır. Bu bitkilərin fotosintez prosesinə necə təsir edər və ekosistemlərdə hansı zəncirvari dəyişikliklər baş verər? Deyir, bəzi şagirdlər açıq və fərqli cavab tələb edən bu tip suallara cavab verməkdə çətinlik çəkir, konkret yönləndirmə gözləyirlər, təşəbbüs göstərmirlər. Müəllim həm şagirdin iştirakını artırmalıdır, həm də müstəqil düşüncə bacarığını inkişaf elətdirməlidir. Hansı addımı atsa, müəllim üçün uğurlu olar. Şagirdlərə düşünmələrini asanlaşdırmaq üçün əvvəlki dərslərdən nümunələr göstərməlidir və oxşar yanaşmanı tətbiq etmələrini tövsiyə etməlidir. Əslində, əvvəlki dərslə bağlıdırsa nümunə göstərə bilər, amma eyni yanaşmanı tətbiq etmək səhv anlayışdır. Qısa düşünmə vaxtı verər, istiqamətləndirici suallar verər, onların fərziyyələrini qrup müzakirəsinə çıxarmağa şərait yaradar. B variantı doğrudur, amma gəlin o biri variantlara da baxaq. Biz həmişə imtahanda da ən doğrusunu götürməliyik. Müəllim tapşırığı hissələrə bölər, faktları xatırlayar, doğru deyil.
Qeyri-müəyyənlik yaşayan şagirdlər üçün sadələşdirilmiş versiya hazırlayar. Əslində bunu hazırlaya bilər, amma sonradan çətin olmalıdır. Yəni heç olmasa yazılmalıdır ki, müəllim sadə versiya hazırlayar və zaman-zaman şagirdi mürəkkəb tapşırığa doğru yönəldər. Ona görə D-nin üzərindən xətt çəkirəm. Onların tərəddüd etdiyini görüb müəllim özü cavab verər. Bu da təbii ki, səhvdir. Deməli bizim burada doğru olan variantımız B variantı oldu. Davam edirəm. Müəllim riyaziyyat dərsində funksiyaların qrafiklərin təhlil mövzusunu tədris edir. Dərsin əvvəlində müəllim müxtəlif funksiyaların qrafiklərini təqdim edir və şagirdlər də bu qrafiklər əsasında funksiyanın artma, azalma intervalı, ekstremum nöqtələri və davranışı haqqında nəticə çıxarmağı tələb edir. Müzakirə zamanı bəzi şagirdlər qrafiklərdəki dəyişmələri fərqli üsullarla izah edir, digərləri isə alternativ yanaşmalar irəli sürür. Fərqli fikirlərin eyni anda səslənməsi sinifdə səs-küyə və müzakirənin xaotik hala düşməsinə səbəb olur. Deyir, bu vəziyyətdə müəllimin hansı addımı problemi həll etməkdə daha effektiv olar? Gəlin baxaq, problemin həllinə və problemin həllindəki nəticəyə baxmalıyıq. Müəllim müzakirə qaydalarını yenidən xatırladır və ünsiyyət səriştəsi formalaşdırır. Bəli, bu çıxış yolu ola bilər, amma nəticəsinə də baxaq. Nəticədə səs-küy azalır, müzakirə daha nizamlı və konstruktiv olur, hər kəsin fikri dinlənilir, hörmətlə qarşılanır. Bəli, A variantı bizim doğru variantımızdır. B-yə baxaq. Müəllim müzakirənin vaxtını məhdudlaşdırır, doğru deyil. Daha kiçik qruplara bölür, bu da doğru deyil. Şagirdlərin verdiyi bütün cavabların səhv və ya düz olmasına müəllim özü nəzarət edir. Bu da şagirdlərdə ünsiyyət mədəniyyəti formalaşdırmaz. Yəni, mən nəzarət etməliyəm, fasilitatorluq etməliyəm söz yox, amma şagirdlərin özünün də bir ünsiyyət səriştəsi olmalıdır. Ona görə bunun üstündən xətt çəkirəm. Dərsdən sonra qaydalar şagirdlərə xatırladılır. Dərsdən sonra etməyin də bir mənası yoxdur. Davam edirəm 9-cu sualla. Təlim modelləri ilə bağlı hansı fikirlər yanlışdır? Təlim modelləri deyəndə burada layihə əsaslı öyrənmə, problem əsaslı öyrənmə, birbaşa tədris, daha sonra sinxron, asinxron təlim, tədris modelləri, bunların hamısını nəzərdə tuta bilər. Oyunlaşdırma, oyun elementləri ilə tapşırıqların inteqrasiya etməyi nəzərdə tutduğu halda, oyun əsaslı öyrənmə prosesini bütövlükdə oyun əsasında qurmağı nəzərdə tutur. Bəli, oyunlaşdırma və oyun əsaslı öyrənmənin bir fərqi var. Oyunlaşdırma dərsin müəyyən bir hissəsini inteqrasiya edir. Məsələn, dərsin 10-15 dəqiqəsini əhatə edir. Oyun əsaslı öyrənmə isə 45 dəqiqənin hamısını əhatə edir. Ona görə biri götürmürük. Layihə əsaslı öyrənmə müəyyən fənlərdə tətbiq olunmalıdır deyir. 2 səhvdir. Layihə əsaslı öyrənmə bütün fənlərdə tətbiq oluna bilər. Birbaşa təlimin təşkili zamanı diqqət etməli əsas məsələlərdən biri şagirdin əldə etdiyi məlumatın yanlış anlaşılma ehtimalını minimuma endirərək təlimin effektivliyini artırmaqdır. 3 də doğrudur. Bayaqlarda qeyd etdik ki, birbaşa təlimdə əsas məqsəd şagirdin öyrənməsini stimullaşdırmaqdır. Yəni, əsas məsələ öyrənməyən şagird qalmasın devzidir. Sorğu və araşdırma əsaslı təlim modelindən istifadə müəllimlərə şagirdlərin inkişafını tam olaraq müşahidə etməyə şərait yaratmır deyir. Sorğu və müşahidə əsaslı öyrənmə, orada təcrübə aparılır, araşdırma nəticəsində müzakirə olur. Daha sonra müəllim şagirdləri konstruktivlə ilə qiymətləndirir. Ona görə də 4 doğru yanaşma deyil. 2, 4 D variantı səhvdir. Müəllim şagirdlərə vasitəli və vasitəsiz nitqdə cümlələr verir. Şagirdlər cümlələri genişləndirərək esse yazacaqlar. Bilik və təfəkkürü soruşur. Vasitəli və vasitəsiz nitqi öyrənən şagird daha sonra cümlə halında ondan istifadə edərək esse yazacaqsa, onda prosedural biliklə məntiqi təfəkkür formalaşacaq. Ümumiyyətlə, şagirdin esse yazması, yaradıcı təfəkkür, tənqidi təfəkkür və Y variantını silirik, deyil. Burada qalır 2 variantımız. Metakognitivi nəyə görə götürə bilmərik? Özü haqqında bir esse yazmır, öz strategiyaları haqqında danışmır. Ona görə də götürürük biz prosedural bilik və məntiqi təfəkkür.
Belə əziz müəllimlər, 10 sualdan ibarət olan sınağımız bitdi. Əgər bu tip sınaqlar sizə yararlıdırsa, o zaman videonu bəyənin, gözəl rəylərinizi yazmağı unutmayın. Həftə sonu sınavlarımızdan yararlanmaq üçün də yenə bizim kanala abunə olun və siz burada sertifikasiya MİQ-ə uyğun tam qəbul tipli sınavlar görəcəksiniz. Bu da sizin imtahana daha gözəl şəkildə hazırlaşmağınız üçün bir vasitədir. Sağ olun, növbəti sınavlarda görüşərik.